Həqiqətən də biz bir zamanlar üsyankarıydıq. Biz bir zamanlar həqiqətən də o qədər laqeyd yanaşırdıq həyata, yaşama. Günahı belə edirdik və heç ona belə vнимание vermirdik. Edə gedirdik. Həqiqətən kəlamda deyildiyi kimi yolumuzu belə azmışdıq. Hər birimiz öz yolumuzla gedirdik. Bütün bu əməllərimizin yükünü Rəbb İsa Məsih göylərdən yer üzünə indi. İnsan olaraq yer üzərində yaşadı. Və bütün bu bizim hər bir üsyankarlığımızı, əməllərimizin anladığımız, laqeyd qaldığımız hər bir əməlimizin o cəzasını üzərinə götürdü. Və bizim üçün o çarmıxa getdi. Həqiqətən də onun yaralarıyla biz şəfa aldıq. Hər birimiz qoy bu şəfanı qəbul edə bilək. Ya Rəbb, sənin yaralarında mən şəfa almışam deyib tamamilə onunla birləşə bilək. Onu hiss edə bilək, onu duya bilək. Onu bir yanğı kimi yaşaya bilək. Necə insan acanda yemək üçün özünü o qədər acıb ki, özünü süfrəyə atır. Yeməyi hara yediyini bilmir. Necə susuz olanda baxmır lillidir, o çayın, o arxın üzərində özünü o suyun içine atıb o sudan içir. Ata, qoy bu atanı da biz beləcə duyaq, yaşayaq. Onun içine özümüzü qoya bilək. Mərkəzimizdə onu yerləşdirə bilək. Onu hiss edə bilək, onu duya bilək. Və şəfamızı ala bilək. Bu yer üzərində Rəbbin verdiyi qayda qanunlar, yaşamlar, qoy bizi bu yer üzərində cənnəti yaşatsın. İsa Məsih ismi ilə. Qoy imanlı deyib, imansız həyat yaşayıb, yenidən o buxovları, o zincirləri öz üzərimizə götürməyək. Ya Rəbb, səndən istəyirəm. Fəryad edib səndən istəyirəm, ya Rəbb. Şəfiyə ehtiyacı olan hər kəsi sənin qarşına gətirirəm. Şəfanı yaşaya bilməyən hər kəsi sənin qarşına gətirirəm. İsa'nın ismində, İsa'nın adında. Qoy həqiqətən də o ruhlarımız dünya ruhundan azad olsun. Həqiqi müqəddəs ruhu ala bilək. İsa'nın ismində və adında. Şəfanı verən yeganə güc sahibi sənsən, ya Rəbb. Tək şəfanı vermədin. O həyatı yaşamaqla, o çarmıxı yaşamaqla, ölməklə, dirilməklə bizə həyat verdin. Bizə bərəkət verdin. Bizə ağıl verdin, müdrişlük verdin. Qoy götürə bilək. Qoy yaşaya bilək. Qoy bu dünyanın gəldiyi, bizə saplanmış bütün silahlarından azad ola bilək. Dünya nə qədər iki qılınclar atsa da, sənin ata bizə verdiyin qılınc onların yanında daha güclüdür, ya Rəbb. Qoy bunları anlaya bilək, qoy bunları duya bilək. Dünyadan ayrılıb, yeni yaşamın, yeni həyatın bu gözəlliyini yaşaya bilək. İş həyatlarımızda. Qoy hara ayağımızı qoysaq, o yerdə işimiz o qədər gözəl olsun ki, ya Rəbb İsa Məsih, sən varsan. Mən sənin adınla bu yerdəyəm. Səni ucaltmaq üçün bu yerdəyəm. Həm qazanc mənbəyisən sən mənə, həm də sənin adın məni ucaldır. Qoy bu yerdə mənə səriştə gəlsin. Qoy bu yerdə mənə bacarıq gəlsin. Ağıl, müdrişlük gəlsin. Qoy şəfa istəyən, şəfiyə möhtac olan hər birimiz bu yerdə o şəfanı qucaqlaya bilək. Ya Rəbb, mənim buna ehtiyacım var.
Mən bunu yaşamaq istəyirəm. Bu şəfanı almaq istəyirəm. Bu şəfa ilə bürünmək istəyirəm. Mən bu yer üzərində insanlar kimi kimyəvi dərmanlarla deyil, sənin müqəddəs adının verdiyi o kəlamlarla yaşamaq istəyirəm. O kəlam mənim həyatımdır, o kəlam mənim gücümdür. O kəlam mənim şəfamdır deyib sarıla bilər. Susuz olanda necə o axları ağzımızı dayayırıqsa, eləcə də ata, qoy sənə ağzımızı dayayıb, sənin o, ya Rəbb bədənini, sənin qanını qəbul edə bilək. Anlayışla qəbul edə bilək. İsa Məsih ismi ilə. Acılığımızı, susuzluğumuzu səninlə doydura bilək, ya Rəbb. Sənin yaralarında biz şəfa almışıq, sənin kəlamın deyir. Bu bizim üçün bir vəddir. Bərəkət almışıq, ya Rəbb, bu bərəkəti tamlığı ilə həyatımızda həyata keçdirə bilək, icra etdirə bilək. İsa Məsih ismi ilə. Yalancıq bir imanlı həyatı yaşamayaq. Sənin adına laqeyd qalmayaq. İsa Məsih ismi ilə diləyirəm, ya Rəbb. Hər səhər sənin yeniliyini götürə bilək. Yenilənməni tamamilə özümüzün içinə, daxilinə, şuurumuza yaza bilək. Sən dedin yenilənin. Qoy yeni həyatın yeni gücünü, yeni qüdrətini öz həyatlarımızda icra edə bilək. Ata, bu günahlı dünyada insanlar öz Ramazanları ilə fəxr edir. Biz isə səninlə fəxr edirik, ya Rəbb. Bu Ramazan güc deyil. Sən gücsən, ya Rəbb. Bizim gücümüzü bərpa elə. Bizim həyatımızı bərpa elə. Bizim yaşamımızı bərpa elə. Bizi özünə daha da çox bərk et. Əgər vintlərimiz boşalıbsa, müqəddəs ruh bizim vintlərimizi tamamilə bərk et. Sənin həyatında yaşamaq üçün. Ya Rəbb, sənə bağlı qalmaq üçün. İsa Məsih ismi ilə. Bərəkət qaynağısan, ya Rəbb. Kimin süfrəsində çörəyi yoxdursa, kimin nəyə ehtiyacı varsa, qoy o ehtiyaclar sənin verdiyin o vədlərlə yerinə yetirilsin. Qoy ürəklərdə olan arzu istəklər yerinə yetirilsin. Qoy heç kim bu yer üzərində başqasının aldığına təəssüf etməsin. İstəsin, diləsin balanlardan olsun. Qoy bu yer üzərində düzgün addımlar atılsın. Sənin sözünə baxaraq atılsın. İsa Məsih ismi ilə diləyirəm və istəyirəm. Ata, oğul, müqəddəs ruh naminə. Amin, 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 amin.